Təkcə aslan bürclərinin günə belə başladığını mənə deyin. Keyfin necə olursa olsun, o yüz baxımları olacaq. Güzgüdəki özümə trip atmaq. Axı əlinlə də köpülə də bilərsən. Yox, belə maraqlıdır məncə. Bəzən məhsullarla da söhbət edib onlara danışa bilərəm. Desəniz ki, üzünüzü isti suyla ayırsınız yoxsa soyuq suyla, bu mənim keyfimdən asılıdır. Üzü yaxşıca qurudu, keçirəm serumlarıma. Serum dərimə yaxşıca hopdururam. Nəmləndiyincə nə qədər bol olarsa, bir o qədər yaxşıdır. Üzümün nəmdən doyduğunu hiss edə bilərsiniz. Amma mən yenə də o kollagen maskasını istifadə edəcəm. Ən çox bəyəndiyim maskadır. Lakin onunla da küsə bilərəm. Keyfimə düşəcək mahnı axtarıram. Maskanın soyuma vaxtıdır. Kollagen maskasını artıq üzümdən soyuram. Hər istifadədən sonra nəticəni çox bəyənsəm də maskayı bildirmirəm. Saçlar və dırnaqlar. Dırnaqlarda, saçlarda hazırdır. Başqa asmir videolarda görüşəyik. Çox gözəlsiniz. Necə bir şey seçmisiniz? Mən belə zərif, sadə bir makyaj istəyirəm. Ay qız zərif nədir qardaşım, o qədər pul verir. Qoy qızın ürəyi necə istəyir, elə də eləsin. Mama 10 il əvvəl mənə makyaj eləmişdilər, toyunda ondan eləsin. Pişmiş kərpicin gül qurusu tonunda elində gözünü. Onları öyle elə. Pəmbəmsi. Zəri də azdır, zərində çox elə qızım. Zəri horra xızarıb. Mami belə tək foto qəşəng, sadə qəşəngdir. Gəl bunu da onun üstündən qoy. Bu da olsun. Ay xanım, neynədirsiz? Makyaj mənim üçün maska deyil. Kiko tonal kremi dərini sanki filtrlər. İkinci təbəqə kimi hamarlaşdırır və təbii parıltı verir. Kiprik maskarası o baxışlara 100% power verir. Heç kimsəni görmədən keçə bilməz. Boyası isə həm həcmləndirir, həm də süni olmayan parıltı verir. Əlliyi isə tam vibe, tam enerji, gün boyu isə çox qalıcıdır. Mat və təravətli brow wax isə gün boyu qalıcı uşaq qəhvəyi gözlər. Sevirsinizsə bu palet sizin üçündür. Kiko Milano məhsulları ilə inamını yüksəldirsən və özünə daha da əmin olursan. Öz enerjinin fərqində ol. Gəlinim Asiyama. Rəngin necə olsun? Bir tık açıq olsun. Bütün istəklərimi nəzərə alıb işə başlayıram. Ən çox laynerinizi sevərək gəlmişəm. Gördüyünüz kimi hər bir detalı yalnız və yalnız özüm işləyirəm. Mənim bütün məsləhətlərimə qulaq asaraq göz rəngini dəyişdik və çox gözəl kipriklər seçdim onun üçün. Düzgün dodaq korreksiyası və dodaq boyası seçmək çox önəmlidir. Asima çox gözəldir və məqsədim gözəlliyini çıxarmaq və zərif bir obraz yaratmaq idi. Zərginin bir parçası olmaq çox gözəldir. Xoşbəxt olun. Makyaj mənim üçün maska deyil. Kiko tonal kremi dərini sanki filtrlər. İkinci təbəqə kimi hamarlaşdırır və təbii parıltı verir. Kiprik maskarası o baxışlara 100% power verir. Heç kimsəni görmədən keçə bilməz. Dodaq boyası isə həm həcmləndirir, həm də süni olmayan parıltı verir. Əlliyi isə tam vibe, tam enerji, gün boyu isə çox qalıcıdır. Mat və təravətli brow wax isə gün boyu qalıcı uşaq qəhvəyi gözlər. Sevirsinizsə bu palet sizin üçündür. Kiko Milano məhsulları ilə inamını yüksəldirsən və özünə daha da əmin olursan. Öz enerjinin fərqində ol. Rəngin necə olsun? Öz rəngi tamam deyəkməsin. Çox qaranlıqdır, beyaz qalın. Beyaz qız. Beləliklə, gəlinim bütün istəklərini nəzərə alaraq işə başlayıram. İstər tonlaşması olsun, istər korreksiyası olsun, bütün hər detalı yalnız özüm işləyirəm. Köməkçilər qətiyyən müdaxilə etmir. Sadə, zərif və soft bir makyaj istəyir mənim. Yan kiprikləri ilə gözlərini xüsusi vurğulayıram. İstər
dodaq boyası olsun, istər ənliyi olsun, istərsə də göz tenləri olsun. Hər biri bir-birinə çox uyğundur. Saç düzümü və makyaj ona çox yaraşır. Çok güzelsin. Beğendin? Çok güzel. Hoşbeş ol. Çok sağ ol. Rengin açıq olsun. Nəhayət, çəkilişə icazə verən hicablı gəlinlərimdən birini sizinlə paylaşıram. İlk öncə bütün istəklərini nəzərə alıram. Sevib sevmədiyi hər bir şeyi ondan soruşuram. Ən əsası bütün işləmləri yalnız özüm edirəm. Digər yerlərdə olduğu kimi köməkçilər qətiyyən müdaxilə etmir. Seçdiyi hicab düzümü və makyajı ona çox yaraşır. Çox gözəlsiz, xoşbəxtəm. Gözəl bir makyaj etmək üçün sizə bu qədər fırça lazımdır? Təbii ki, yox. Mən olsam, əsas mənə 5 dənə fırça lazım olar. Əsası həm nəmləndirici, həm tonal kremi vurmaq üçün belə bir fırça. Konturlara, ənliklərdə, hətta highlighterda belə istifadə edəcəyim belə bir fırça. Gözlərdə isə blend edə biləcəyim belə bir fırça. Fırçanı özümlə götürə bilərəm. Əslində götürməyə də bilərəm, amma olar. 5 dənə olsun qoy. Və daha sonra isə 5-ci dodaq fırçasıdır ki, bu məncə mütləqdir. Beləliklə sizə gözəl makyaj etmək üçün heç də bu qədər fırça deyil, cəmi 5 dənə gözəl fırça lazımdır. Həyəcanlı və çox gözəl gəlinlimin seçiminə baxıb işə başlayıram. Sadə, zərif, soft bir makyaj istəyib məndən. Üz cizgilərini və rəng tonunu dəyişmədən etdiyim obraz hazırdır. Özəl günün bir parçası olmaq çox gözəldir. Xoşbəxtəm. Rengin necə olsun? Öz renk tonu değişməsin. Çox qaranlıqdır. Beyaz qalın. Beyaz qalın. Beləliklə, gəlinimin bütün istəklərini nəzərə alaraq işə başlayıram. İstər tonlaşması olsun, istər korreksiyası olsun, bütün hər detalı yalnız özüm işləyirəm. Köməkçilər qətiyyən müdaxilə etmir. Sadə, zərif və soft bir makyaj istəyir məndən. Yan kiprikləri ilə gözlərini xüsusi vurğulayıram. İstər dodaq boyası olsun, istər ənliyi olsun, istərsə də göz tenləri olsun. Hər biri bir-birinə çox uyğundur. Saç düzümü və makyaj ona çox yaraşır. Çok güzelsin. Beğendin? Çok güzel. Hoşbeş ol. Çok sağ ol. Ən çox hansı obrazın yaraşdığını gəlin birlikdə seçək. Həm dəyişimi üçün, həm də gözlərinin daha parlaq olması üçün linza seçirəm. Xanımlarda olduğu kimi üzü yalnız və yalnız özüm işləyirəm. Üzümdə hər şey olsun, yalnız heç nə görünməsin deyən xanımlar üçün bu obraz çox idealdır. Fresh bir görüntü üçün qaşları çox incə işləyib, kiprikləri isə ipək kiprikdən istifadə edirəm. Nude dodaq boyası və şaftalı tonlar da ənlik ona çox yaraşdı. Hər iki obrazı həm qız toyuna, həm də oğlan toyuna seçə bilərsiniz. Birinci obrazda tiaradan istifadə edirik. İkinci obrazı isə fata və tacla tamamlayırıq. Fikirləriniz çox önəmlidir. Sizcə ən çox hansı yaraşdı?